Azərbaycan çıraqların gür yansın, xalqımızın ürəyindən nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır. Gözün toxdur millətim, həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yellər əsməsin. Ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycanın ilk qadın xalq şairi Mirvari Dilbazi. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Həyat verdi bu haqqan, gəlib çatdı gözlənilən bu xoşam, bu torpağa, igid doğan, doğan, analarım, şəhid analarının əllərindən öpürəm. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətinə daxil olmuşdur. Beləliklə 26 noyabr Azərbaycan Kəlağayısı günüdür. Bizim məqsədimiz nədir? Bax, həmin o 26 noyabr Azərbaycan Kəlağayısı gününü Kəlağayı bayramı kimi xalqımıza tanıtmaq və o bayramı qeyd etmək və bizim Azərbaycanımızın kişiləri, bəy nişan oğlanları xanımları üçün həmin gün bir Kəlağayı hədiyyə etsin və o bizim nənələrimizin, qız gəlinlərimizin, analarımızın bayramı olsun. Moskvada olmuşuq, Sankt-Peterburgda, Gürcüstanın bölgələrində, Tbilisi şəhərində, Rustavi şəhərində, Naxçıvan Muxtar Respublikasında Elm və Təhsil Nazirinin dəstəyi ilə məktəblərdə, Bakının elm və təhsil ocaqlarında yorulmadan çalışır və mən istərdim ki, burada da bir nəticəsini görək. İndi yəqin ki, burada şöbə müdürümüz bizim oturubdu, o nəticəsini görər ki, bir də gördü ki, qızların hərəsinin bir boynunda bir Kəlağayı var. Hər birinizi Kəlağayı bayramı münasibətilə, bugünkü tədbir münasibətilə öncədən təşəkkürümü bildirirəm. Kəlağayı bizim təkcə başörtümüz deyil, Kəlağayı eyni zamanda bizim maddi, mədəni irsimizin ən zərif nümunəsidir. Kəlağayı eyni zamanda bizim estetik zövqümüzdür. Onun müxtəlif rəng sarallarını görürük, müxtəlif naxışlarını görürük. Eyni zamanda bizim ustadlarımızın və ipəkçilik sənətinin vəhdətindən yaranmış incəsənət nümunəsidir, mən deyərdim ki, Kəlağayı. Gülün xanımın da qeyd etdiyi kimi, dövlətimizin maddi mədəni irslərin qorunması ilə bağlı, onun təbliği ilə bağlı əsas vəzifələrindən biri də, prioritetlərindən biri də budur ki, bizim maddi mədəni irsimiz gənc nəsil tərəfindən təbliğ olunsun, unudulmasın və əl əməyinə, əl işinə yüksək qiymət verilsin bu barədə. Bunun üçün də dövlətimiz şərait yaradır, ictimai birliklər belə təbliğə, fəaliyyətlə məşğul olurlar. Nəinki ictimai birliklər, hər bir vətəndaşın borcudur ki, bizim maddi mədəni irsimizin təbliği ilə məşğul olsun və yaxından öyrənsin. 2016-cı ildə birinci vitse-prezidentimiz və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən onun təşəbbüsü ilə UNESCO-nun maddi mədəni irs siyasətinə Kəlağayının daxil edilməsi beynəlxalq aləmdə Azərbaycan maddi mədəni irsinin təbliğinə böyük töhfələr verilmişdir. Hörmətli qonaqlar, tələbələr, gənc qızlarımız burada əyləşirlər. Hər birinizi bu bayram münasibətilə təbrik edirəm və ümid edirəm ki, bu kimi maarifləndirici tədbirlərin
gələcəkdə də davamlı olacaqdır. Eyni zamanda fəaliyyətinizə uğurlar arzu edirik. Güllü xanım, sizin də şimdi maddi mədəni irsimizin təbliği ilə məşğulsunuz. Bu da gələcək nəsillərə ötülməsində öz töhfəsini verəcəkdir. Kəlağayı bayramı kitabını sizə təqdim edirəm və inanıram ki, bundan istifadə edəcəklər sizin o icrada keçirilən tədbirlərdə, elə də ki, şəhərdə keçirilən tədbirlərdə. Bir də ikinci bir kitabımız çıxıb, Brilliant Ateşin Keçmişdən Sabaha Gələn Yol Kəlağayı. Bizim son kitablarımız da 26 noyabrda təqdimat olacaq. Sizin üçün buyurun. Təşəkkür edirik. İcra Hakimiyyəti adından biz də sizə təşəkkür edirik. Çox sağ olun, Fəaliyyətinizdə uğurlar arzu edirik. Çox sağ olun. Bizim tələbələr çox gəldilər, maraqla bu kəlağaylara baxdılar. Sağ olsun müəllimlər. Təbliğat apardı, dedilər qədimliyimizdir. Bir maraq oyatdı, mən ona doğrudan da çox sevindim. Bu arada Tibb Kollecinin şöbə müdürü Nazım Məmmədova sözü vermək istəyirəm və bizə məkan ayırdığımıza görə, şərait yaratdığınıza görə də sağ olun. Elə İcra Hakimiyyətinə də minnətdarlıq bildirirəm. Hamını salamlayıram. Gələn qonaqların hamısına xoş gəldin deyirəm. Elə bizim özümə də çox maraqlı oldu bu Kəlağayı festivalı, doğrudan da maraqlı festivallar, milli dəyəri bizdə. Bizdə keçirilməli, yəni Tibb Kollecində keçirilməli. Sizə təşəkkür edirəm. Çox sağ olun. Mən elə hesab edirəm ki, bizim qız tələbələrimiz, yəqin ki, o siz deyən kimi, inşallah gələnə qədər hamısı alar bu Kəlağayıdan istifadə edərlər. Bu özü də çox maraqlıdır. Valla mənim özümə də çox maraqlı gəldi ki, bu festival. Çox sağ olun, təşəkkür edirəm sizə. Yəni bizim kollecdə təşkil edəcəyinizə görə. İndi bu rayona deməli mənim məqsədim odur ki, yəni mən olmayan yerdə də, biz olmayan yerdə də, bu təşkilat olmayan yerdə də keçirilsin. Bax indi Qazaxda, Tovuzda, Şəkidə, Naxçıvanda, Sankt-Peterburqda, Moskvada, yəni sadalasaq nə qədər bölgələrimizdə artıq 26 noyabr günü qeyd ediləcəkdir və mən inanıram ki, elə bu icra hakimiyyəti tərəfindən də təşkil olunacaq, elə hər mədəniyyət ocağında da, kitabxanada da 26 noyabr Kəlağayı günü qeyd edilsə çox gözəl olar. Mən indi sözü Bakıdan mənimlə bərabər yol gəlmiş, Mirvarid Dilbazi Poeziya Məclisinin qurucularından biri olan, uzun müddət müəllim işləmiş, indi təqaüddədir və bu arada da yenə də o qədər belə vətənpərvər ruhdadır, milli ruhdadır, bizimlə bərabər bu Kəlağayımızın təbliğatında çalışır. Sözü Səyyal xanım Dadaşova edirim. Buyurun Səyyal xanım. Çox hörmətli Cəlilabadlılar, hamınızı xoş gördük. Mənə çox xoşdur ki, mən gəldim Cəlilabada və bu gözəl təbiətlə tanış oldum. Çoxdandır gəlmirdim, əvvəl gəlmişdim. Cəlilabadda bu tədbiri keçirmək bizim üçün çox xoş oldu. Deməli, Mirvarid Dilbazi Poeziya Məclisini Güllü xanımla birlikdə mən də yaradanlardan olmuşam. Güllü xanımın o qədər zəhməti, əməyi var ki və bu ocağın istisinə, ocağın işığına yeni bir məclis yarattı Güllü xanım. Kəlağayı muzeyi yarattı. O Kəlağayı muzeyini Güllü xanım mənim gözümün qabağında bir-bir Kəlağayıları nənələrimizin, analarımızın sandığından çıxartdı. Onlar ürəklə Güllü xanım onu təqdim elədilər. Güllü xanım o qədər gözəl təbliğat apardı ki, o Kəlağayıları hamı Güllü xanıma çoxsu hədiyyə verdi. Və bu muzey yaradıb. Bu muzeyi Güllü xanım öz evində yaradıb. İnşallah ki, daha geniş, daha böyük yerlərdə təbliğ olunacaq. Mənim yadımdadır ki, mənim nənəm həmişə başına Kəlağayı bağlayardı. Böyüyündən bağlayardı, başına çəkərdi balaca Kəlağayılardan. Amma mənim anam Kəlağayı bağlamırdı. Deməli, Sovet təbliğatı necə oldusa o Kəlağayılar, yəni milli mənəvi dəyərlərimizi öldürməyə çalışdılar. O Kəlağayılar hamısı sandıqlara getdi. Nə yaxşı ki də sandıqda nənələrimiz onları saxladılar. Və onları yavaş-yavaş Güllü xanım bir-bir təbliğ elədi, çıxartdı. Deməli, necə müqəddəsdir, necə gözəldir. Anamın örpəyi şalı Kəlağay, bənziyir göylərin göy qurşağına, qırmızı çəhrayı sarı Kəlağay. Bax, o göy qurşağının 7 rəngindən yüzlərlə çalarları Güllü xanımın evində, Kəlağayı muzeyində yəni sərgilənir. Mən öz yanımdan bir müəllim kimi Güllü xanıma həmişə təşəkkür eləmişəm ki, nə yaxşı ki, bu milli mənəvi dəyərlərimizi qoruyursan
Mən öz işlədiyim məktəbdə də həmişə bir bayram olanda, bir nə olanda balaca uşaqlara tədbir keçirəndə uşaqların başına kəlağay bağlayıb, milli paltar geyindirib, uşaqların əlinə bayraq vermişik həmişə. Və uşaqları necə tərbiyə eləmişik, vətənə məhəbbət, düşmənə nifrət ruhunda balalarımızı tərbiyə elədik, vətən məhəbbətini sevdirdik, Qarabağı bizim uşaqlarımız aldılar. İndi də çox istəyərdim ki, Güllü xanım davam elətdirir və bu kəlağayları bizim analarımız, nənələrimiz, oğluna yenicə qız istəyən analarımız üzü yaparanda yanında bir yaylıq aparırlar. Onun yanında bir dənə gözəl qırmızı kəlağay apara bilərlər. Bu kəlağaylarımızı, yəni gələcək nəsillərə ötürmək bizim hər birimizin borcudur. Nizamidən üzü tutmuş 11-ci əsrdən indi 21-ci əsrə qədər gələn bu kəlağayımızı Güllü xanım sandıqlardan çıxartdı, təbliğ elədi. Milli mənəvi dəyərlərimizi qorumağa çalışır. Bizim də hər birimizin, kişi, qadın, asılı olmayaraq hər birimizin borcumuzdur ki, bu milli mənəvi dəyərlərimizi qoruyaq. Sayar xanım, təşəkkür edirəm. Deməli, kəlağayımızı təbliğ edirik, nənələrimizin ruhunu sevindiririk. Düşündüm ki, bir arada ulu babalarımızın ruhu bizdən incə. Axı, Azərbaycan kişilərinin başında papaq olur, Azərbaycan xanlarının başında kəlağayı olur. Və həmişə hər yerdə deyirəm ki, bayrağımız göylərdən, papağımız kişilərin başından, kəlağayımız da elə qadınlarımızın başından yerə enməsin. Hər zaman kişilərimizin başında papaq, qadınlarımızın başında kəlağayı, bayrağımız da yüksəklərdə olsun. Və bizim bu ilki layihəmiz milli başörtükləri və geyimləri oldu. Baş geyimləri kişilərə aiddir, başörtükləri də qadınlara aiddir. Və qrant müsabiqəsinin qalibi oldu. Mən dövlətimizə dönə-dönə təşəkkür edirəm ki, bizim bu milli dəyərlərimizə dəyər verərək bu layihələrimiz qəbul olunur. Papaq nə deməkdir? Şairin dilində daha gözəl alınır. Zəlimxan Yaqub yazır ki, mən papaq deyəndə ata yurduna sonsuz sədaqəti salıram yada. Ana bacılara ər vəfasını, namusu qeyrəti salıram yada. Necə sevinərdi kişi görəndə, papağa hörməti salıram yada. Oynamır qamçısı kişinə mirada, gözümə az dəyir qara papaqlar. Və Mədət Məhbub yazır ki, Qazaxlı şairimiz, ruhu şad olsun onun da, bu millətin torpağıdır Qarabağ, bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ, bu millətin papağını qaytarın. Vətən uğrunda canından keçən oğullar, bütöv gedib yarım can qayıdan qazilərimiz, Azərbaycan kişiləri. Sizə o haqqı verdi ki, papağınızı, Azərbaycan kişilərin papağını başınıza şəslə qoyun, gəzin və görsünlər ki, Azərbaycan kişiləri necə düşmənə qeyrət göstərdi, millətinə sədaqət göstərdilər və o bizim oğullarımız Azərbaycan xalqının qeyrətini dünyaya sərgilədilər və ona görə də bizə çətinlik gətirmək. Bizdə muzeydə papaqlar da var çoxlu sayda və mənim əziz qızım, orada 2 dənə kəlağayı var, onu bükülü mənə gətirin, xahiş edirəm. Bükülü, bax onları gətirin. Deməli, mənim əzizlərim, bunu deməsək olmur. Bunlar şəhidlərimizin nişanlısına qismət olmayan kəlağaylardır. Lənkərandan olan şəhid Zahir İsmailzadənin nənəsi verib ki, bu kəlağayını verərsən, nişanlın üçün gedib şəhid olur və bugün muzeydə qorunur. Bu da bizim bugün istehsalı mümkün olmayan, heç inanmıram bir də araya ərsəyə gələr, bunun istehsalı bu kəlağayı deyil, bu bizim Zəkiyə şalımızdır. Bu da şəhid Sarı Əliyevin nənəsinin anasına verdiydi ki, nişan xonçasına qoyarsa və bugün muzeydədir. Nə demək istəyirəm, əziz gənclər? Sizlərə qismət olsun kəlağayı, sizlərə qismət olsun həmin o Azərbaycan papaqları. Ancaq bunlara qismət olmadı. Ona görə də sizlər, biz Azərbaycan xalqı qızları gəlin köşəndə valideynləri Quran altından keçirir. Və mən inanıram ki, sizi kimi gənclər şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq gəlib
bir-birinizə, sevdiyinizə əhd peyman keçirib əlinizi bax bu Kəlağayıya basacaqsınız. Ona görə də heç zaman şəhidlərimizi unutmamalıyıq. Darıxdırıcı olmasın deyə bu arada musiqiyə söz vermək istəyirəm. Bugün Zahid Rəsulov, Nəsimi Ağayev. Sıralamada hansınız buyurunuz? Buyurun. Kim? Vahid müəllim, buyurun. Gecə yuxuma göydən izgələr, dalğalar qəlbimdə yatar dincələr. Dəniz gizli-gizli ağlar gizlilər, dənizə yağışlar, yağışlar. Bu gecə yuxuma göydən izgələr, dalğalar qəlbimdə yatar dincələr. Dəniz gizli-gizli ağlar gecələr, dənizə yağışlar, yağışlar. Karışar gider, dalgalar güneşle yarışar gider. Lebeler gizler, gözümden iter. Denize yağışır, denize yağışır, denize yağışır. Denizin rengi bulandı, gelip sahilinde boşa dayandı. Ayağıma yukarı gafil oynandı, denize yağış çakır, yağış çakır. Bu gece denizin rengi bulandı, gelip sahilinde boşa dayandı. Ayağıma yukarı gafil oynandı, denize yağış çakır, yağış çakır. Dalgalar torpağa karışar gider, dalgalar güneşle yarışar gider. Lebeler hisler gözümden iter, denize yağışır, denize yağışır, denize yağışır. Deməli, Cəllabad mənə doğmadır. Vüsal Sehranoğlu mənimlə bərabər yol gəlir, işləyir və Mirvarid Dilbazi Poeziya Məclisinin Cəllabad təmsilçisi, şair Arzu Əyyar qızı da mənim üçün çox doğmadır və milli qızdır, milli ruhdadır. Tədbirlərimizdə iştirak edir, tez-tez əlaqə saxlayırıq və Mirvarid Dilbazi Poeziya Məclisinin dəstəyi ilə Ən Müqəddəs Pay Kəlağay kitabı işığımızı gördü. Bakıda təqdimatını keçirdik. Bugün də bizimlə bərabər buradadır. Buyur mənim əziz qızım, siz də xoş gördük elə Cəllabadda. Mənim üçün çox dəyərli. Hər zaman Kəlağayımızdan istifadə edir. Şeirləri gözəldir. Mən istəyərdim ki, elə ilk öncə şair elində, obasında yaxşı tanınsın. Əvvəllər elə gözəl idi ki, bu Elm və Təhsil Nazirliyində belə bir layihə var idi ki, şagirdlərin mütaliə vərdişlərinin genişləndirilməsi və təkmilləşməsi barədə məktəblərdə şairlərlə görüşlər keçirilirdi. Artıq son vaxtlar yoxdur, yəqin inan bir vaxt olar o da. Salam, xoş gəlmişsiniz Güllü xanım, təşəkkür edirəm. Buradakı tələbələri və ziyalıları salamlayıram. Güllü xanım, çox minnətdaram sizə. Ona görə minnətdaram ki, ötən il nəsib olmadı bu tədbiri bizdə keçirmək. Bu il isə nəhayət ki, nəsib oldu. Təşəkkür edirəm məkan sahibinə də, Tibb Kollecinin rəhbərliyinə də, icra həkiminin nümayəndələrinə də çox təşəkkür edirəm. Kəlağay bizim milli dəyərlərimizdir. Mən təzədən sadalamaq istəmirəm. Güllü xanım yetəri qədər açıqlama verdi və bir çoxlarımız da nənələrimizdən bilirik Kəlağayının nə olduğunu və Cənub zonasında həqiqətən də bu Kəlağayı hələ ki yaşayır.
Mən elə bu sevgini nənəmdən, anamdan görmüşəm Kəlağayıya qarşı. Bütün bu Kəlağayıya olan məhəbbətim də elə öz ailəmizdən gəlib və Güllü xanımı da Kəlağayıya görə tanımışam. O vaxta qədər ki, hələ bilmirdim Kəlağayı muzeyi var və Güllü xanım da onun rəhbəridir, yaradıcısıdır. Kəlağayı haqqında çox musiqilər, çox şeirlər yazıldı Güllü xanımın təbliğatından sonra. Və mən qürur duyuram ki, Cəlilabad təmsilçisi olaraq məhz məni seçiblər. Bu böyük bir qürurdur. Şairəliyin də özünün bir qüruru var. Ümumiyyətlə, bütün peşələrin özünün bir qürurlu, fəxri tərəfi var. Amma bu tərəf daha mənə qürur vericidir və sevindiricidir. Ona görə ki, milli kimliyimizin məsuliyyəti var bizim üzərimizdə, çiynlərimizin üzərində. Mənim şeirlərim var bir neçə dənə Kəlağayıya, amma birini səsləndirmək istəyirəm burada. Soraqladım nənələrdən, tapdım səni, ay Kəlağay. Qaynanadan gəlinlərə ən müqəddəs pay Kəlağay. İpəyimin özəyisən, xanımlığın bəzəyisən, xatınlığın düzəyisən, al bayrağa tay Kəlağay. Rənglərin var məna dolu, hər naxışın qədim, ulu, incələndin tarix yolu, itirmədin say Kəlağay. Duvaq olub tökülürsən, sülhə misal çəkilirsən, tavuta da bükülürsən, son mənzilə hay Kəlağay. Bəli, Kəlağay haqqında çox danışmaq olar. Kəlağay bizim əsrlərdən bura gələn məktubumuzdur. Əsrləri bizə çatdırır, dərinələri bizə çatdırır. Hər naxışı, hər bir detalı, rənginə qədər Kəlağay bir mesajdır. Əgər onu öyrənmək istəsək, həqiqətən də ona heyran olarıq. Arzu edirəm ki, buradakı gələcəyin həkimləri olan qızlarımız həmişə Kəlağayıya sevgi ilə yanaşsınlar. Minnətdaram, oradan bura qədər o çətinlikləri mən bilirəm, siz necə çətinliklər çəkirsiniz. Dünən Lənkəranda, bugün Cəlilabadda həqiqətən də uzun yol qət eləmişsiniz və dincəlmədən bu möhtəşəm bir məsuliyyətli işi öz üzərinizə, çiynlərinizə götürmüsünüz. Sizə böyük bir alqış və təşəkkür düşür. Nə yaxşı ki varsınız. Allah sizi qorusun. Həmişə bizimlə olun. Xoş gəlmisiniz bir daha. Və bu mənim nənəmin Kəlağayısıdır. İstəyirəm bunu muzeyə, sizin muzeyə təqdim edeyim. Mənə çox, bu 2-3 ildə çox Kəlağayılar təqdim olunub. Mən də öz nənəmin Kəlağayısını sizə hədiyyə edirəm. Buyurun. Çox sağ olun. Və gecikdiyim üçün də üzr istəyirəm. Maşınımız yolda biraz nasazdadır, gec gəldim. Mən bilirəm ki, burada oturmalıydım, gec gəldiyim üçün. Müəllim öz yerim verdi mənə, amma eybi yox. Bir daha, bayramınız mübarək olsun. Deməli, mənim əzizlərim, yayırıq, təbliğ edirik. Saz olmasa olmur, oxumasan olmur, rəqs eləməsən olmur. 2 saat necə dinləyərsiniz? Ona görə mən mahnı oxuyan deyiləm. Ancaq hərdən ki, bu müğənnilərlə, indi sağ olsunlar müğənnilərimiz var. Bəzən yerdə heç müğənni olmur, elə orada məcbur özüm oxuyuram. Gəlsin. Çıkak, burada gelin baharı. Sevgilim seyre çıkak, burada gelin baharı. Bir açılı kalbimizin en şirin arzuları. Bir açılı kalbimizin en şirin arzuları. Yanılır arzuları, her zaman yaratan. Tanışan bir dudak, kalkan karavan. Karavan, karavan. Tanışan bir dudak.
üstə qalxdınız, eşq olsun sizə. İndi isə mənim əzizim, şair qızım, bacım, Ruhiyyə Abbaszadeyə vermək istəyirəm. Mirvarid Dilbazinin 110-lik tədbirində biz görüşmüşdük, yenə görüşdük. Buyurun əzizim, sizi eşidək. İcra Hakimiyyətinin nümayəndələri Xumarə xanım başda olmaq olaraq burada əyləşən bütün ziyalılarımızı mən salamlayıram, tələbələrimizi salamlayıram. Ümumiyyətlə, noyabr ayı bayramlar ayıdır, bildiyiniz kimi. Bizim zəfər bayramımızdır, Konstitusiya günümüzdür, milli dirçəliş və Kəlağayı yəni festivalının ikinci festivalıdır, bayramıdır. Mənə elə gəlir ki, qəhrəmanlığın müxtəlif formaları var. Mənə elə gəlir ki, Güllü Eldar Tomarlı da bir qəhrəmandır. Çünki o bizim milli mənəvi dəyərlərimizi qoruyan, onu gələcək nəsillərə çatdıran bir xanımdır. Bu özü də bir qəhrəmanlıqdır. Mən Güllü xanımın bu igidliyini, qəhrəmanlığını alqışlayıram. Bu çətin bir işdir. Addım-baddım, biz keçən dəfə də Güllü xanımın tədbirində iştirak etdim şəxsən mən. Mənim Güllü xanımı anam çox sevir. Anam həmişə onu izləyir efir vasitəsilə. Bir dəfə də çəkib atmışdım Güllü xanıma. Təbrik edirəm hər birimizi. Bu bizim adət-ənənələrimizin münasibəti ilə Güllü xanımı təbrik edirəm. Xoş gəlib, səfa gətirib bizim Cəlilabadımıza. Həmişə gözümüz üstə yeri var Güllü xanımın. Bir daha hər birinizi təbrik edirəm. İstəyirəm bir şeir deyəm, Güllü xanım. Səhv eləmirəmsə Təranə Arif qızı yazıb o şeiri. Bəli, icazətlə mən o şeiri demək istəyirəm. Anam sevə-sevə çiynə salıb, gözəl xanımları bəxtinə alıb, sərmisən sinənə ulduzu, ayı, nə qədər gözəlsən, ay Kəlağayı. Həcərin, Nigarın adı həyası, narıncımın baş bəzəyi, boyası, Pərvanə pərinin səsi, sədası, xanımlıq rəmzisən, həm də ağayı, nə qədər gözəlsən, ay Kəlağayı. Güllü gəldin güllüyə sarı, sandıqdan çıxardı güllü asarı, topladı, gətirdi elliyə sarı, gül açan rəngləri say, Kəlağayı, nə qədər gözəlsən, ay Kəlağayı. Bir parçasını dedim. Çox təşəkkür edirəm Güllü xanım, bir daha sizə mən təşəkkür edirəm, təbrik edirəm. Sağ olun. Gözəl diyarımıza, bənzərsiz diyarımıza. İnsan özünə qaydanda böyük olur. Ona görə ulularımız demişdir ki, özünə qayıt, böyük ol. Nənələrimizdən, babalarımızdan süzülüb gələn adətlərimizin bugün yaşadan insanlar var. Onlara təşəkkür edirik. Bildiyiniz kimi hər bir dövlətin simvolları var, rəmzləri var. Mesela bizim dövlət bayrağımız, gerbimiz, himnimiz, ordumuz bizim rəmzimizdir, simvolumuzdur. Ama bizim qeyrət, mənlik simvolumuz olan papağımız, Kəlağayımızdır. Bəli, nənələrimiz, analarımız qan düşməsin deyə bəzən də onu atmışlar. O Kəlağayını heç kəs ötüb keçməmişdir. Bax, Kəlağay budur. Yəni bir ordunun yatıra bilmədiyi bir münaqişəni bir Kəlağay həll eləmişdir. Yəni bunu gənclərimiz unutmamalıdır. Bunu gənclərimiz bilməlidir ki, o bizim ən böyük simvollarımızdan, qürur mənbəyimiz olan, o keçmişimizin yadigarı olan bir təkcə parça deyil. Yəni böyük bir simvoldur. Müqəddəsdir bizim üçün. Bax, görürsünüz onun çəkisi etmək qədər bir 100 qram olar olmaz. Yəni o zəriflik, incəlik simvoludur. Bəli, zəriflik, incəlik də qadınlara məxsusdur. Onlar zərif məxluqlardır, incə məxluqlardır. Məhz onlara yaraşan ən böyük elə geyim Kəlağaydır. Kəlağay yüzlərlə şeir yazılıb. Arzu xanım da çoxlu şeir yazıb, özü biri səsləndirdi. İndi mən bir kitabı götürdüm, bir şeir düşkəlmək istəyirəm. Ondan 2 kuplet oxuyum, çox yox. Vaxtınızı almayayım. Əsrlərdən gəlib bizə yadigar, İsmətim Kəlağay, qeyrətim papaq. Kəlağay bəzəyib gəlini, qızı, kişilərdə papaq, bir vüqar, dayaq. Qızlar gəlinlərin, ana nənənin, Kəlağay həmişə sərvəti olub. Kişinin başında olan papağı, kişiliyin rəmzi,
qeyrəti olub. Elə gəlin bu gün də o kişilik mənbəyi, qeyrət mənbəyi, qadınlarımızın ismət mənbəyi Kəlağayını papağı bilək. Eşq olsun Kəlağayını papağı yaşadan insanlara. Eşq olsun sizə, Güllü xanım. Belə bir gündə görüşmək, belə bir tədbirin keçirilməsinə görə, belə bir qadınlarımızın baş tacı olan, qadınlarımızın ismət rəmzi olan, qadınlarımızın gözəlliyi olan bu Kəlağayının təbliğinə görə, onun yaşamasına görə Mirvari Dilbazi poeziya məclisinə ürəkdən təşəkkür edirəm. Mirvari xanımın özünün şəkli var. Başında örpək, yaylıq. Qadınlarımızın yaylıq ismətidir. Sizdə niyə olmasın? Bir üzr istəyirəm sözünüzü. Qadınların isməti olan Kəlağayının Görün indi necədir? bizim qadınlarımızın saçı birçəyi görünməzdir. Niyə görünməzdir? Çünki olmaz. Qadının saçı birçəyi görünməz. Amma elə bir dövrə gəldi, çatdı ki, saçımız həmişə açıq oldu, yanımızda oldu. Görünməyəndə qalan. Bu bizim ismətimizdir, bu bizim gözəlliyimizdir. Qadının gözəlliyidir bu Kəlağay. Buna görə Güllü xanım sizə təşəkkür edirəm. Və istərdim ki, xanımlarımız öz gözəlliklərini qorumaqdan ötürü bu Kəlağaydan istifadə eləsinlər. Gözəllikdir, gələcəyimizə lazım olan gözəllikdir. Hamıya aydındır, hamıya məlumdur, hamı bilir. İndi gəncliyimiz elə bir məqamdadır, elə bir yerdədir, elə bir vəziyyətdədir ki, belə bir tədbirlərin olması, keçirilməsi, Kəlağayının papağın təbliği çox vacibdir, çox lazımdır, yerinə düşəndir. Çox sağ olun, mən sizə təşəkkür edirəm. İstəyirsiniz, laf elə burada da açıq verin. Gedəndə verərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Yel dokundu yapraklara, nefret oldu dudaklara. Yel dokundu yapraklara, nefret oldu dudaklara. Doğru baktım uzaklara, seni gördüm ay sevgilim. Doğru baktım uzaklara, seni gördüm ay sevgilim. Bir neçə il bundan əvvəl xalq şairəmiz Mirvari Dilbazinin yubileyində də biz iştirak elədik. Böyük, möhtəşəm tədbirdə biz sizinlə tanış olduq və çox şadıq ki, bizim xalqımızın belə qeyrətli, vətənpərvər xanımları var və bizim milli mənəvi dəyərlərimizi yaşatmağa ömrünü həsr eləyir. Və sizin bu xidmətiniz ən böyük mükafatlara layiqdir, Güllü xanım. Əməkdar mədəniyyət işçisi, əməkdar ictimai xadim adını verilmək mən istəyərdim ki, Mədəniyyət Nazirinin borcudur və bu sizə gec-tez veriləcək. Əgər bu bizim qəlbimizdən gələcəksə, inşallah bu sorağı da işləyəcəyik. Kəlağayının yaşanması, yaşadılması əlbəttə böyük önəm daşıyır. Çünki bugünkü gənclərimizin milli mənəvi tərbiyəsində, vətənpərvəri ruhunda tərbiyəsində müstəsna rol oynayır. Kişilərimizin papağının azalması, qadınlarımızın başından Kəlağayların yoxa çıxması onu göstərir ki, biz öz kökümüzdən ayrılırıq. Milli mənəvi dəyərlərimizə ögey münasibət var. Və bu münasibəti doğmalaşdırmaq lazımdır. Şəhla xanımın tədbirində bizim gözəl yazarımız Arzu xanımı mən başımda Kəlağay görəndə ya zarafat ya gerçək dedim ki, sən bugün daha da gözəl görsənirsən, səni gözəlləşdirən o Kəlağayımızdır. Mən istəyərdim bizim gözəllərimizin, bizim qızlarımızın hamısında beləcə Kəlağaylarımız olsun. Ancaq və ancaq xeyir işlərə geçsinlər. Mən bu qədər. Təşəkkür edirəm Güllü xanım. Allah var eləsin sizi. Ədalət müəllim, vallahi billahi, əgər bu yolda düşünsən ki, hansısa bir şan şöhrətə çatacaqsan, sənə bir ad veriləcək,
Nəsə olacaq, bu heç bir bəhrə verməz, bu iş görünməz. Bu iş könül yolçuluğudur, ürəkdən gəlməlidir, xalqa yaxın olmaqdır. Valla bəzən düşünürlər, deyir, getdi, qazandı, gəldi, yəqin qazanc var. Deyirəm, ay mənim əzlərim, bu yolda qazanc yoxdur, bu yolda qeyrət var, bu yolda mərfət var, bu yolda nənələrin ruhu var, bu yolda ismət var. Valla pul deyib, heç ağlıma da gəlməz, nə hoşan şöhrət də ağlıma gəlir. Yəni biz bugün əgər rayonlar bizə bu şəraiti yaradırsa, dövlətimiz bizə bu şəraiti yaradırsa, əgər heç olmasa bu qədər tələbələrin içindən 5'inin yaddaşında qalıb, gedib evdə nənələrinə sual versələr, görürlər ki, nənələri ona nələr danışacaq. Gəlin düz danışaq, səmimi olaq. Biz nənələrimizi xatırlayırıq Ədalət müəllim. Deyirik ki, nənəmizdə Kəlağay vardı. Bizi nəvələr necə xatırlayacaq? Hansı simamız yadımızda qalacaq? Maşallah nənələr elə bəzərli ki, nəvələri ötüb. Yan-yana gedəndə seçilmir. Yəni nənə siması, obrazı bugün yoxdur. Yalnız filmlərdə, o da bugün kinoya çəkmə ya da köhnə filmlərdə doğrudan da var. Ona görə də vallah qızlar, mən Qazaxda tədbir keçirəndə Barat Vüsalı tanıyırsınız. Qazax bölməsinin sədri, orada da Gülaya xanımdır, muavin, bizim belə gözəl xanımdır, belə bir xanımdır. Deyir ki, ay Barat, sabah Kəlağay bayramıdır, hazırlaş gəlinlə bayrama, deyir Kəlağay bayramıdır, geçsin qadınlar keçirsin, mən nə eləyəsəm orada? O da deyir, yo, elə şey olmaz, mütləq ora gəlmərsən və Barat müəllim gəldi, özüm də zəng elədim. Deyim, Barat müəllim, qırağa durmayın, bu tək Güllünün işi deyil, bu tək qadın işi deyil, həm də kişilərin işidir. Bu Kəlağaylarını bilin gənclər, qadınlar istifadə etsə də, qadınların buna gücü çatmaz. O qədər çətin proseslərdən keçir ki, bunun istehsalı Azərbaycan kişilərinin boynuna düşür və unikallığı ondadır ki, bu bizim Azərbaycan Respublikasında istehsalı var. Başqa yerlərdə istehsal eləsələr də bu keyfiyyəti ala bilmirlər. Yəni təbiətin möcüzəsidir. Səhiyyə cəhətdən sizə də aiddir. Başın ağrıyır, başınla bağlayırsan, başın ağrısı kəsir, belinə bağlayırsan, belinin ağrısı kəsir. Yəni o qədər bunun səhiyyə cəhətdən müsbət təsirləri var. Və Barat Vüsal qəşəng bir şeir yazdı gəl. Nə yazdı? Yazır ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam, gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları anam Kəlağaydı, Kəlağay anam. Xalqımın müqəddəs adəti çoxdur. Ondan dərs alsın hər duha gərək. Qızlar tanıyıram, maşallah olsun. Cehiz tanımırlar Kəlağay tək. Kəlağay deyildir adi bir örtü. Oxumaq istəsək himn olacaqdır. Qızlar, başınıza Kəlağay örtün. Nə arzu desəniz saysın olacaq, nə yuxu görsəniz çil olacaqdır. Və mənim əzlərim, bu Kəlağayı bir sınaqdır. Niyə bu vaxtı Kəlağayı hədiyyə verilmişlər? Bu Kəlağayının bir prosesində haramlığa yol verib, süni rənglərdən istifadə etsələr, boyalardan belə, o Kəlağayı bu gözəl alınmaz. Təsəvvür edin, bax bu Göyçədən olan bir nənənin Kəlağayıdır. 200 yaşı var. Elə bil bugünün istehsalıdır. Hamısının bax özünün tarixi var. Ona görə də mənim əzizlərim, biz bunu danışmalıyıq, mən vaxt alsam da. Və bu arada mən sözü vermək istəyirəm Dadaş müəllimə. Dadaş müəllim, buyurun, sizə xoş gördük. Təşəkkür edirəm. Rayona gəldiyi üçün bu məclisin təşkilatçılarına təşəkkür edirəm. Bütün xanımları Kəlağay bayram münasibətini təbrik edirəm. Var olun. Mən Kəlağay barədə qısaca deyim ki, Nuxa Kəlağası deyirlər. Nuxa Kəlağası. Biz ilk dəfədən 4 yaşım, 5 yaşım vardı, toya getmişdim. Təyyibə adında bir xanım var idi. Dünyasını dəyişib, Allah rəhmət eləsin. Dedi ki, Sərdərxan Nuxuya getmişdi, mənə Nuxa Kəlağası alıbdır. Nuxudu Kəlağıdır. Bax, o Kəlağıya bayaqdan baxıram, onu oxşayırdı beləncə. Nuxa Kəlağası deyirlər beləncə. Yəni bir şey də deyim ki, bu papaq, Kəlağay haqqında çox şey deyildi. Bu mentalitet sonradan meydana gəlmiş sözüdür. Mentalitet dünənləri, amma nə otursun yerində elə. Mental dəyərləri qorumaq, milli mənəvi dəyərləri qorumaq hamımızın vacib işidir. Və bir də ki, bu keçmiş, mən o həməşərada, orada yazı yazan, həməşərada demişdilər mənə nəsə yazı bir şey barədə. Orada demişdim, keçmişi öyrənmək hamımızın borcudur. Keçmişi öyrənib, keçmişin işığını gələcəyə salmaq lazımdır. Keçmişdə elədiyimiz səhvləri təkrarlamamaq, keçmişdə elədiyimiz yaxşı işləri bir daha inkişaf elətdirmək, alqışlamaq.
O nöqteyi nəzərdən sizə təşəkkür edirəm. Mental dəyərlərimizi qoruduğunuza görə. Var olun. Çox sağ olun, çox var olun. Əziz yazarlarımız, mənim şair qardaşlarım, şair dostlarım, sizə də ehtiyacımız var. Deyir ki, əzizim ələ dəysin, məhəssin telə dəysin. Tək əldən nə səs çıxar? Əl gərək ələ dəysin. Əl-ələ verib bugün, bax o qızlarımızın öz aramızdır, geyimlərinin bir başqa Avropa forması aldığı, toylarda, vallahi elə gəlin baxır cəmaata, içəri girəndə hamı başını aşağı salır. Yəni fakt olaraq budur. Ata da bacarmır, qardaş da bacarmır. Deyir ki, moddur, dərdir, mən belə geyinməliyəm. Ancaq vaxt var idi ki, bizim qız gəlinlərimiz Kəlağayda gəlin köçürdülər. Necə gözəl idi, necə möhtəşəm idi. İndi heç olmasa başlarına salmırlar, salmasınlar. Yəni, gəlin də onu geyinsinlər, bütöv, qoldu, putaqlı, qəşəng. Onu da geyinmirlər, seçimsə bir Kəlağayın çiyinlərinə salsınlar. Bir görək ki, toy nədir? Bizim milli dəyərlərimizdir, adət-ənənəmizdir. Yəni, biz bunu milliləşdirməliyik. Və mən inanıram ki, bunun öhdəsindən biz gələcək. Bir-iki söz də Arif məndən istəyərdi eşitmək. Arif mənim danışmaq istəmir, ancaq ola bilməz. Mən sizə çağırdığınız üçün, dəvət edər üçün təşəkkür edirəm. Sizə xoş gəldiniz Güllü xanım. Valla bütün deyilən lazım sözlər, dəyərli sözlər deyilib bütün nafizlər tərəfindən. Mən də bir söz demək istəyirəm ki, nə deyəcəm? Xoş gəlmişsiniz. Kəlağay bayramı münasibətilə bütün tələbələri, qonaqları, bütün xanımları təbrik edirəm. Gərək bizim bu milli mənəvi dəyərlərimizi qoruyub saxlayaq. Borcumuzdur. Yəni, bizim təbliğ edilməz, maarifləndirmək bizim də borcumuzdur. Gərək siz də qoruyub saxlayasınız. Xoş gəlmişsiniz, bayramımız mübarək. Bəli, mənim əzizlərim, tələbə qızlar, unutmayaq, hər bir Azərbaycan xanımının bir Kəlağayısı olmaq mütləqdir. Allah sizin gələcəyə doğru yollarınızı açıq eləsin. İldən belə 5 universitetdə qutarın, 5 dildə bilin, 5 xarici ölkədə gəzin. Və siz başqa respublikaya gedəndə, başqa ölkəyə gedəndə, xarici ölkələrə vəsiqənizi, pasportunuzu göstərməmişdən öncə, heç danışmamışdan öncə Kəlağayda sizi görən, Azərbaycan xalqının tarixini, mədəniyyətini, incə sənətini tanıyan biləcəkdir ki, bu Azərbaycan qızı da Azərbaycan xanımıdır. Ona görə də bax bu Kəlağayı bizim milli kimliyimizdir. Bugün gənclər olaraq sizin boyunuzadır. Bugün siz xoşbəxtsiniz ki, bax elə Cəlilabad rayonunda bu kollecin qismətinə, taleyinə və sizin qismətinizə yazılır ki, siz bu Kəlağayı təbliğatında iştirak edirsiniz və sizlər də bu yolda təbliğatçı rolu oynamalısınız. Əgər eşitdinizsə bir alçalım. Sizi salamlayıram. Allah can sağlığı versin. Bir şeyi vurğulayacağım. Deməli, Güllü xanımın həqiqətən də bu Kəlağayı təbliğatında böyük rolu var. Milli dəyərlərimiz, milli mənəviyyatımız özümüzə qayıdır indiki vaxtda. Yəni ki, ləv olunub getmişdir. İstəyir, necə deyərlər, danışıq dilimiz, yerişimiz, hərəkətlərimiz, davranışlarımız həqiqətən də onun milliliyimizi, milli kimliyimizi əlimizdən almaq istəyirlər. Buna Güllü xanım kimi insanlar, dəyərlər imkan vermir. Və bir dənə də bir şey vurğulayayım ki, belə təbliğatlarla qarşılanır. O təbliğatlara gəlmək, o təbliğatlarda iştirak eləmək, bir yaradıcı insanlar kimi o mənəviyyatı qorumaq bizlərin hər bir Azərbaycanlının mənəvi borcudur. Allah sizlərə can sağlığı versin, uzun ömür versin. Yəni, belə tədbirlər, Arzu xanım, bizim dəyərli şairəmiz dedi ki, əziyyətlər, biz bu əziyyətləri o vaxtlarından görmüşük və hansı əziyyətləri çəkir, aktyor truppası ilə, sonra şair yaradıcı heyətlə gəlmişdi və biz o əziyyətləri bilirik nədir. Çünki bəli, onda kələklər gəlmişdi, hədiyyələr də oldu. Onda həm tələbələr, həm işlərə dəyər verildiyi üçün, onun xidmətində durulduğu üçün, Xumar xanım, sizlərə də belə bir tədbiri təşkil etdiyi üçün, bu yerin ayrılması üçün və gələcəkdə belə yer yox. Yəni, bu kələği elə bir şeydir ki, bayaq Arzu, əgər qızı şeirin deyəndə düzənəcəyi dedim, yox, bir çəyi, yəni örtüyü, bir çəyi, belə bir ifadə işlətdim. Yəni, həqiqətən də, əgər bizim xanımlarımızın bir çəyin örtüyünün
haqqında danışırsa, biz deməli onu daha da geniş əhatəli keçirməliyik. Allah can sağlığı versin. Əgər qızına da biz dəstək olmalıyıq, burada təbliğatın daha da geniş keçirsin. Sağ olun, təşəkkür edirəm. Minnətdarım. Çox gözəl, çox gözəl, çox minnətdaram. Çıxış etmək istəyən varmı? Ürəyində sözü olan varmı? Buyursun, ana, bacı. Yox. Tələbələr. Niyə? Ancaq yerinizdən elə gözəl danışırsınız ki. Burada niyə danışmazsınız? Ola bilməz kimsə danışa bilməyin. Utanmayın, gəlin. Gözəl qızlarımız, əziz oğullarımız. Yox, hamınız mənə baxın, baxışlarınızı qaçırtmayın. Kim mənə baxmır, ona tərəf yaxınlaşacaq. Bu olma çox xoşuma gəldi. Nə dersən qadınım? Bu gündən sənin bir təsiratın. Şad oldum sizi burada görməkdən. Kəlağayımızı bəyəndin mən əsasən? Təbii ki. Toyun olubdur? Xeyr. İnşallah toyunda nişanlı kəlağayımızla alarsan. Gözəl də geyindirərsən, əsl Azərbaycan xanımı kimi. Eşq olsun, bir nəfər də qızımız, ən qoçağı kimdir? Siz. Buyur. Çox sağ olun, sizi gördüyümüzə şadıq. Çərəyaqlar da həqiqətən çox gözəldir. Hamını da təbrik edirəm münasibətlə. Allah sizə qismət eləsin, cibiniz dolu olsun. Deməli, mənim əzizlərim, Mirvarid Dilbazi Azərbaycan çıxarın, xalq şairidir, vətənpərvər şairdir. Bu dünyadan nigaran getdik, Qarabağ torpağımız taftaq altındaydı. Və Mirvarid Dilbazi yazır ki, bir canım var, sizə qurban, Azərbaycan oğlanları. Mərdiliyi unutmur dövran, mərd keçdizqanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın, Azərbaycan aslanları. Adım şair, özüm ana. Mən yazıram yana yana, qan salanı düşsün qana. Qana saldı cavanları. Od yurdunun ziyası var, qələmi ilə sirlər açar, mənə səs verin insanlar, yazaq zəfər dastanları. Və Mirvarid Dilbazinin ömrü vəfa etmədi ki, zəfər dastanını yazsın. O zəfər dastanını qanıyla Azərbaycanın igid oğulları yazdı. Ruhlarına salam olsun, ruhları şad olsun şəhidlərimizin. Və mən bu arada tədbiri tamamlamaq istəyirəm və danışmaq istəyirsiniz? Deməli, nə demək istəyirəm mənim əzizlərim? Bizim ki bu toylarda xarici musiqilərə ki meyillənirlər, adını da bilmirəm, nədir, xaricidir, nədirsə ona, nə deyirlər ona? Nəsə bax adları var ondan, qadamı zalım onlardan uzaq olun. Həmişə toylarımızda o qarazınla çalınardı, zurnaçılar dəstəsi olardı. Mirvarid Dilbazinin evimizə gəlin gəlir mahnısıyla qızlarımız gəlin köçərdi və xoşbəxt olardı. Ayrılıqlar olmazdı, bir-birini sevərdilər, çətin gündə qoruyarlar. Bu da bir təbliğatdır. Gəlsin evimizə gəlin gəlir mahnısı, siz Allah toyunuz olanda o mahnı ilə belə toylarımız həmişə şənlənsin, şən olsun. Xahiş edirəm o muzeydə bu hansı xanıma çatacaqdır onu da yazasınız. Bəyin adını dediniz, qeyd edəcəm. Çatacaq xanım da onun qədər qəhrəmandır. Ona görə bir haşiyə deyim ki, deyir, yollar o yollardır sənin keçdiyin, yollar o yollardır mənə and istəyim. O övladlarımız ki, o yollar keçdilər, bugün bizim yeganə and yerimizdir onlar. Bax, mən onların şəkillərini orada gördüm, bu şeir parçası yadıma düşdü. Bizim yeganə and yerimizdir. Ona görə mən bütün anaların qarşısında baş əyirəm. Analarımıza eşq olsun. Hansı ki cənnət onların ayaqları altındadır. Onlar övladların cəbhəyə yollayanda bilirsiniz nə dedi sizin kimi analar? Nə dediniz? Sev vətəni ey oğul, naz neymətin vətəndir. Kişi kimi döyüş oğlum, bil qeyrətin vətəndir. Xatəm səxavətli ol, dövlətin aşıb daşsın. Kəmiyyəti bilinməz, var dövlətin vətəndir. Ona görə 30 illik işğala 44 gündə son qoya bildi bizim oğlanlarımız. Onlar sinəsini dəftər, silahlarını qələm, qanlarını mürəkkəb eləyib bizim üçün böyük bir tarix yazdılar.
Onların cismi torpaqda, ruhu göylərdə, eşki isə bizim ürəklərimizdədir. Ona görə bu yadıma düşdü, xahiş ederim orada o xanımın da adını yazasınız. Sağ olun. İki gülçe cavan gelir, gül yanında reyhan gelir. İki gülçe cavan gelir, gül yanında reyhan gelir. Şimşek kuyruğu gelir, şimşek kuyruğu gelir. Oğlum şadlandır, şadlandır, çıraları gör yandır, gör yandır. Şadlandır, şadlandır, çıraları gör yandır, gör yandır. Bəzəyib şamlar əlimi, asta gətirib bəy gəlimi. Bəzəyib şamlar əlimi, asta gətirib bəy gəlimi. Azərbaycan gözəlimi, Azərbaycan gözəlimi. Qullu çırağı adılandır, adılandır. Bəy gəlini şadlandır, şadlandır. Nurlu çırağı adılandır, adılandır. Bəy gəlini şadlandır, şadlandır. Aşıqlar çalsın sazları, aşıqlar çalsın sazları. Rəqs eləsin el qızları, el qızları, el qızları. Elə sevincərək gəlir, bir işıqlı ürək gəlir. Çıraları gör yandırıq, gör yandırıq. Bəy gəlini şadlandırıq, şadlandırıq. Çıraları gör yandırıq, gör yandırıq. Bəy gəlini şadlandırıq, şadlandırıq. Çıraları gör yandırıq, gör yandırıq. Bəy gəlini şadlandırıq, şadlandırıq. Çıraları gör yandırıq, gör yandırıq. Bəy gəlini şadlandırıq, şadlandırıq. Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Cəlilabad Rayon İcra Hakimiyyətinə, bizim əzizimiz Xumari xanım bugün öz dəyərli vaxtını bizə sərf elədi. Sayalı xanıma, bizim qızımız Arzu xanıma və əziz yazarlar hər birinizə, tələbələrimiz, analarımız, bacılarımız təşəkkür edirəm. Sonda Kəlağayı bayramımız mübarək olsun. Güzeller içinde en güzel olan sevimli nigardı Azerbaycanım. Torpağı müqəddəs yurdu ləl olan bir ulu diyardı Azerbaycanım. Eşq ilə dil açan saz havası var. Dahilər kəlamı söz havası var. Dörd fəsil içində yaz havası var. Bir şirin nübardı Azerbaycanım. Hak yoldadır. Zamanı var, vaxtı var. Üzü ağ yığvallı, ağ da baxtı var. Qeyrətdən, namusdan tacı taxtı var. Haqqı havadardı Azerbaycanım.
Taleyindən yazılıbdı qisməti, dədələrin haqqa bağlı ülfəti, nənələrin Kəlağaylı isməti, yar olana yardı Azərbaycanım, bir şirinli vardı Azərbaycanım. Yaşasın Türk dünyasının ayrılmaz bir parçası olan Azərbaycanımız. Var olun, təşəkkür edirəm və hər birinizə çox sağ olun deyirəm. Sağ olun.